gördüyüm səhifəni yeniləyin, düzəldəcək. İndi mən RITIS proqramında belədir. Bax, bizim RITIS proqramı məktəblərdən regional idarəyə və yaxud da üst qurumlara, yəni məktəbdən sektora, sektordan regional idarəyə, regional idarədən müttəyə. Bu müttəyə olan hissəsi hazırlanıb demək olar ki, məlumatı axımını təmin eləmək, informasiya axımını, hal-hazırda regional idarələrin, sektorların ən çox əziyyət çəkdiyi şeylərdən birisi, ən çox məşğul olduğu şeylərdən birisi informasiyanı toplamaq. Məktəblərdən informasiya vaxtında gəlib çatmır, natamam gəlib çatır, təhrif olunur. Ona görə biz RITIS proqramını yazdıq ki, həmin informasiyanı hazırladıq ki, həmin informasiyanı daha cəlb götürək və daha dəqiq götürək. Hal-hazırda aktivdir, yəni bir çox işlərimizi biz RITIS proqramı üzərindən görürük, bir çox cədvəllərimizi hazırlamışıq. Sektorlar burada artıq təsdiq edici rol oynayır, yəni məlumata baxır, sadəcə təsdiq edir. Bu məlumat səhvdir və yaxud da doğrudur. Və buna görə də məsuliyyət daşıyır ki, sektor rəhbərləri ki, bu məlumata mən baxdım və yaxud da sektorun hər hansı bir nümayəndəsi mən bu məlumata baxdım, məktəblər düz yazmışdılar, mən də təsdiq etdim və gördüm, tanış oldum və göndərdim yuxarı. Məsəl üçün, yəni bəzən elə olur, baxmadan göndərəndə bəzən elə olur ki, hansısa bir sektorun rəhbərindən soruşsan bu il, yəni sizin rayonda hansı məktəblər rəqəmsal olacaq, yeni məktəblər hansıdır, rəqəmsal olan sektor rəhbərinin xəbəri yoxdur bundan. Amma baxanda ora, həmin məlumatlara baxanda onlardan da məlumatı olacaq. Və gələcəkdə olan bir şey haqqında da deyim, artıq Zülfiyə xanıma verim, Zülfiyə xanım, estafeti Zülfiyə xanıma verim, Zülfiyə xanım orada səhifələri bir detallı göstərəcək. Digər region əməkdaşlarına da, sektor rəhbərlərinə də artıq məlum olacaq ki, bu proqramla nələr etmək mümkündür. Nələr etmək mümkündür. Gələcəkdə də süni zəka, hal-hazırda süni zəkaya başlamışam inteqrasiya etməyə. Süni zəka inteqrasiya eləyəndə, süni zəka orada, məsəl üçün, əsas problem nədir? Databazaya bizim müəyyən datanın yığılması, məktəblər haqqında, məktəb pasportları, misal üçün. Məktəbdə neçə sinif var, neçə kvadrat metr ərazisi var, deyək ki, nə qədər evdə təhsil var. Bu məlumatların hamısı databazaya yığılandan sonra orada süni zəka inteqrasiyası eləyəcəm. Bir dənə girəcəksiniz həmin pəncərəyə, bu LLM-lə söhbət eləyəndə, ChatGPT ilə falan söhbət eləyən kimi yazacaqsınız ki, mənə bizim regionumuzda, məktəblərdə evdə təhsillərin sayını yaz. O gedib databazadan onları axtarıb yazacaqdır. Yəni 4-cü sinifdə olan, yəni nə qədər detallı yazsanız, o qədər dəqiq o məlumatları axtarıb tapıb oradan çıxacaq. Yetər ki, məktəblərdən orada kifayət qədər data yazılsın və dəqiq yazılsın. İndi Zülfiyə xanım, zəhmət olmasa ekran paylaşarsınız. Orada olan bizim səhifələrimizdən əsas səhifələrin üzərində biraz çox qalarsınız. Yəni sonra detallı ehtiyac olarsa detallı izah etmək üçün bir də keçərik. Burada yoldaşların vaxtını da çox almayaq. Sürətlə ekran paylaşımı eləyin, sürətlə başlayaq biz. Hörmətli həmkarlar, mən də salamlayıram hər kəsi. Ekran paylaşımı görünür. Mən ekran paylaşımı görünür. Bəli, görünür Zülfiyə xanım. Bir keçmək istəyirəm üstündən. Əsas hissələrdə daha çox qalacağam. İlk əvvəl idarə panelidir. İdarə panelində təqvim görünür və şəxsi qeydlər. Burada şəxsi qeydlər nədir? Daha çox qeyd dəftərçəsi kimidir. Yəni hər bir əməkdaşın öz səhifəsində görünəcək. Yəni digər əməkdaşlar onu görməyəsidir. Onunla bağlı nə qeydləri varsa, bura qeydlərini apara bilər. Məsəl üçün, mən öz qeydlərimi aparmışam, icra olunanları yaşılla işarələmişəm, digərlərini isə qırmızı ilə. Yəni burada əlavə et hissəsindən hər hansısa bir qeydinizi əlavə edib yadda saxlaya bilərsiniz. Sizə belə deyək də qeyd dəftərçəsi kimi. Və yaxud burada hər hansı bir, məsələn, ayın 20-si hər hansı bir tədbir olacaq. Buradan yeni tədbir əlavə edirsiniz, tədbirin adını yazırsınız. Bu yoxlama da ola bilər, iclas da ola bilər, hesabat da ola bilər, tapşırıq da ola bilər. Yəni artıq nədirsə onu qeyd edirsiniz, yəni iclasdırsa iclas. Xatırlatma istəyirsinizsə hər 1 saatdan bir, hər 30 dəqiqədən bir sizə xatırlatma verəsiniz, yox istəmirsinizsə xatırlatma yox qeydini seçirsiniz. Təkrarlama da, yəni bir dəfə təkrarlanmasını istəyirsinizsə bir dəfə və tədbiri yaradırsınız. Tədbiri yaratdıqda artıq burada görünür. Yəni həmin günün üstünə gəldikdə artıq tədbir burada avtomatik çıxır. Bu hissənin üstündə çox dayanmıram, keçirəm digər hissəyə, tapşırıqlar olan hissəyə. Tapşırıqlar olan isə daha çox sektor müdürləri tərəfindən bizə verilən tapşırıqlardır və yaxud sizin tərəfinizdən rayon təhsil sektorlarına verilmiş tapşırıqlar. Burada mənim tapşırıqlarım hissəsində yeni tapşırıq yarat. Bu hissədə siz əgər belə deyək də, siz tapşırıq verirsinizsə, bu zaman tapşırığın adı qeyd olunur, hər hansısa bir tapşırıqdırsa.
Burada tapşırığın hansı üsulla göndərildiyi, yəni WhatsApp-la, poçt vasitəsilə, DMS vasitəsilə hansıdırsa bunu qeyd edirsiniz. Prioritet, yəni yüksəkdir, təcilidir, aşağıdır, ortadır, yəni bunu təcilidirsə, təcilini qeyd edirsiniz. Məsul şəxs kimdirsə, adını buradan tapıb məsul şəxsi qeyd edirsiniz və tapşırığın son tarixi, yəni tapşırığın son tarixi 18-dirsə 18-ni qeyd edib yadda saxlayırsınız. Yadda saxlanıldıqda artıq təyin edilənlərin içərisində həmin tapşırıq görünəcək. Hansı əməkdaş adı qeyd olunubdursa, həmin əməkdaşın Lisis hesabında bu tapşırıq görünəsidir və bitmə tarixidir. Yəni neçə gün qalıbsa o görünəsidir. Və əməkdaş tapşırığı icra etdikdən sonra artıq burada icra et düyməsinə basır və tapşırığı qismən icra edibdir, tam icra edibdir, məlumat üçündür və yaxud digər, yəni nədirsə, tam icra edibsə, tam icra edib basıb, təsdiqli və tamamla düyməsinə basır. Bundan sonra tapşırıq icra olunmuş sayılır. Əslində bu hissə nə üçün yaxşıdır? Bəzən olur ki, belə deyilir ki, bəzi əməkdaşlar çox iş görür, bəzi əməkdaşlar az iş görür. Bunun statistikasını çıxarmaq üçün bu əslində çox yaxşı bir şeydir. Buradan bu il, məsəl üçün bu ili seçsək, bu il ərzində hansı əməkdaşa necə tapşırıq verilibdir, bunun statistikası artıq aşağıda çıxmış olacaq. Bu, məsəl üçün, sektor müdiri tərəfindən verilən tapşırıq da ola bilər. Təyin edilənlərdə ola bilər ki, siz tapşırıq icra edibsiniz, lakin RITİS-də bunu qeyd eləməyibsiniz. Yəni, gec tamamladınız. Gec tamamlayanda artıq qırmızı ilə düşür bu hissə və burada gecikdirilib icra edib bu hissəyə gəlib düşür. Əgər tam vaxtını tamamlasanız, tamamlanan hissədə, yox, gecikdirib tamamlasanız isə gecikdirib icra edilib olan hissəyə düşür. DMS tapşırıqlarda, yəni əgər DMS-dən də tapşırıq verilibsə, yenə eyni qayda ilə bu hissədə tapşırıq qeyd olunur və yadda saxlanılır. Əgər gecikmə ilə olsa, artıq bu hissədə gecikmələr olan hissəyə burada onun qeydi avtomatik düşəcək. Bu hissədə aydın olmayan nəsə var, yoxsa keçim digər hissəyə? Keçin Zülfiyə xanım, biraz da ümumiləşdirək. İş planları olan hissədə bilirik ki, hər bir regional təhsil idarəsinin fəaliyyət planları və iş planları mövcuddur. Biz həm regional təhsil idarəsinin fəaliyyət planını, həm TKS-in fəaliyyət planını bu hissəyə bütün tədbirlərini qeyd eləmişik. Yəni bir hansı tədbirlərsə bunların hər birisini yazmışıq bura, məsul şəxslər təyin eləmişik. Başlama bitmə tarixləri qeyd olunubdur. Buradan isə artıq icrasına başlanılıbdır, tamamlanılıbdır, icradadır, gözləyir, hər bir seçim var. O seçimlər edildikdə burada avtomatik. Məsəl üçün, mən burada bunu tamamlandı qeyd eləsəm, avtomatik bu gəlib aşağıda tamamlanmış tapşırıqların içərisində görünəcək. İcradadır yazsam, icradakı işlərin içərisində görünəcək. Və eyni qayda ilə tapşırıqlar yazıldıqdan sonra hər bir tapşırığında alt fəaliyyəti olur, yəni alt tapşırıqlar. Bunun üçün, məsəl üçün, belə deyək, ümumi təhsil müəssisələrində keyfiyyət monitorinqinin aparılması. Bunun alt tədbirlərini qeyd etmək üçün burada plus işarəsinə toxunuruq və avtomatik yeni alt fəaliyyət. Yəni burada alt fəaliyyətin adını yazırıq ki, biz birinci hansı işi görəsiyik, eyni qayda ilə yenə buradan icraçıları seçirik, buradan artıq orta, aşağı, yüksək, başlama bitmə tarixlərini qeyd edib və bu işarəyə basan kimi anında bunun alt fəaliyyəti bura düşür. Yəni istəmədiyimiz halda bunu silə bilirik. Bunun üçün də ilk əvvəl yeni iş planı hissəsinə gəlirik. Buradan nədirsə onun adını qeyd edirik. Tədris ilini seçirik. Hansı tədris ilidir? 26-27-dir. Başlama bitmə tarixlərini qeyd olunur və burada hansı əməkdaşlar görsün? Yəni bunu. Hansı əməkdaşlar istəyirsinizsə ümumi hamı görsün. Bu zaman hamısını seçin basırsınız. Onda hamı görəcək. Yox, istəyirsiniz ki, təkcə region adminləri görsün və yaxud region operatorları görsün. Bu zaman kimin görməsini istəyirsinizsə bunu, onu seçib iş planını təsdiqləyirsiniz. Təsdiqləyən kimi anında bu hissədə görünəsidir. Bu hissədə görünəndən sonra içərisinə daxil olub, artıq başlayırsınız fəaliyyətləri əlavə etməyə. Yeni fəaliyyət əlavə et. Yenə eyni qayda ilə əlavə eləyib, məsul şəxslər təyin olunur, başlama bitmə tarixləri təyin olunur və işarəyə basılaraq yadda saxlanılır. Burada da fəaliyyətlər təyin olunandan sonra gəlirsiniz fəaliyyətlərin hissəsinə. Fəaliyyətlərin hissəsində artıq hər bir əməkdaşın üzərində hansı işlər var, anında görünəsidir. Tamamlanmış işlər, icrada olan işlər, gözləyir işlər, hər biri burada görünəsidir. Başlama bitmə tarixləri də hər birisi ilə. Təcili olan hissədə gecikmiş tapşırığınız. Ola bilər ki, gecikib tapşırıq bu hissədə görünəsidir. Bir həftə olan hissəsində icrasına bir həftə qalmış, 15 gündə 15 gün qalmış, bir ayda isə artıq hansı tapşırıqların icrasına bir ay müddət qalsa, bunlar avtomatik anında görünür. Və eyni qayda ilə iş planları hissəsində ola bilər ki, hər hansısa bir iş icra olunubdur və tamamlanıbdır. Tamamlanmış işdə burada şərh hissəsi var. Məsəl üçün, məktəblərdən daxil olan diaqnostik təhlil araçlarının toplanması, bununla bağlı hər hansısa bir iş tamamlanıb, iş görübsə, bura rəyinizi yazıb, yadda saxlaya bilərsiniz ki, rəhbərlik artıq məlumatlı olsun ki, bununla bağlı hansı iş görülübdür. Bu hissə belə.
Keçirəm cədvəllər hissəsinə. Cədvəllər hissəsində bizim əsas belə deyək, ən çox istifadə etdiyimiz bölmədir. Çünki bilirik ki, mütləq tərəfindən bizə çox cədvəllər gəlir. Ən çox da uşaq inkişafı ifadə şöbəsindən bilirik ki, bu il çoxlu cədvəllər gəldi və biz bunu bütün cədvəlləri bu cədvəllər olan hissədə etdik və bu bizim həm vaxtımızın çox vaxtımızın getməsinin qarşısını aldı, həm də sektorlardan asılılığımız azaldı. Çünki birbaşa direktorlarla işlədik və daha qısa müddətə işlədik. Cədvəllər hissəsində mən ilk əvvəl bir dənəsini, məsələn, oxu dəqiqələri ilə bağlı biz cədvəl yaratmışdıq və hər ay dinamik cədvəl yaratmışdıq və hər ay bu toplanılırdı. Yəni bir dəfə yaratdıq, artıq sonraki aylarda yaratmamıza ehtiyac qalmadı, hər ay bu toplanılırdı. Bunun üçün gəlirəm yeni cədvəl olan hissəyə. Burada hansı cədvəlsə, məsəl üçün oxu dəqiqələri. Oxu dəqiqələri ilə bağlı mənə cədvəl lazımdır. Gəlirəm bura oxu dəqiqələri başlığı yazıram. Burada əgər direktorlara göstərmək istədiyiniz bir təlimat varsa, təlimat yazılır burada ki, sırf cədvəl bu formada doldurulsun. Əgər bitmə tarifi, yəni son təhvil tarifi qoymaq istəyirsinizsə qoya bilərsiniz. Əgər istəmirsinizsə bunu qoymaya da bilərsiniz. Yəni məcburi seçim deyil. Gəlirsiniz növbəti hissəyə. Buradan sütun əlavə et hissəsi var. Sütun əlavə et hissəsində sualınızın adını yazırsınız. Məsəl üçün mən burada cədvəl açmışam bir dənə. Ümumi təhsil müəssisəsi UTIS kodu. UTIS kodu da rəqəmləndir və burada rəqəmi seçirsiniz. Bu hissə var. Bu hissəyə qaydalar hissəsinə gəlirsiniz və burada mütləq doldurulsun seçdiyinizdə artıq bu hissə mütləq doldurulmalıdır. Yəni direktor həmin hissəni boş qoya bilməz. Boş qoya bilməz. Bu hissəni bağladım. Keçirəm ikinci suala. İkinci suala əlavə edirəm ki, məsələn, sinif. Sinif də rəqəmlə olacağı üçün bunu da rəqəmlə seçirəm və mütləq doldurulsun qoyuram. Ola bilər ki, sizdə seçimlər var. Yəni seçim qoyulubdur ki, hər hansısa, məsəl üçün monitoring olunmuşdur, bəli, xeyir seçimi. Buradan seçirəm bu hissəni, gəlirəm bura. Buradan da seçim var, bəli, xeyir. Artıq bunu seçirəm, bu hissəni. Buradan da yazıram, mütləq doldurulsun. Çünki mütləq doldurulsun qeyd etməyəndə direktor həmin hissəni boş qoydursa, həmin hissə sistem onu boş kimi qəbul eləyəsə, yox, mütləq doldurulsun da artıq məcbur yazmalıdır. Və yaxud ola bilər ki, mənim bir neçə seçimim var. Hər hansı bir sualım var və burada mən artıq seçim qoymaq istəyirəm. 3-4 dənə seçim və 3-4 seçim içərisindən direktor birini seçsin. Buradan seçim hissəsinə gəlirəm. Qaydalar hissəsinə gəlirəm. Burada var əlavə et. Birinci variant. Yəni A variantına hər hansısa bir şey. Ola bilər ki, ikinci variantda başqa bir şey. Yəni burada əlavə eləyirsiniz və variantlar avtomatik, yəni direktorun səhifəsində görünür və onlardan birisini seçir. Bu da əslində ortoqrafik qaydaların qarşısını alır ki, hər direktor istədiyi bir şey yazmır. Seçim olur və seçimlərdən birisini seçir. Bu belə. Bütün sualları yazdıqdan sonra növbəti hissəyə basırıq və burada məktəbə qədər hissə var. Sırf məktəblərə göndərmək istəyirsinizsə, məktəblər olan hissəni seçirsiniz və növbəti hissəyə basırsınız. Orada qruplar bir dənə geri qayıdan əvvəlki sol. Orada qruplar hissəsi var, seçim hissəsində. Qruplardan yuxarıda bax qrupdan seç. Qrupdan seç. Burada tam orta məktəblər, liseylər, rəqəmsal bacarıqlar olan məktəblər, STEM-lər, PTS olan məktəblər hər birisi ayrı-ayrı qruplaşdırmışıq biz özümüz. Yəni bir məsəl üçün rəqəmsal bacarıqlara aid olan cədvəli burada rəqəmsal bacarıqlar hansı məktəblərdəsə onu seçirik ki, başqa məktəblərə getməsin. Yoxsa məktəb direktoru zəng eləyib deyir, bizdə rəqəmsal bacarıq yoxdur, belə bir cədvəl gəlib. Belə qarşılıqlı yaranması üçün hər bir müəssisələri biz qruplaşdırmışıq bu formada. Yəni daha əgər hamısına göndərmək istəyirsinizsə, bu zaman məktəbi seçirsiniz. Yəni bütün məktəblərə gedir. Yox, istəmirsinizsə, məsəl üçün elə şey var ki, ibtidai məktəblərdə onun toplanmasına ehtiyac yoxdur. Bu zaman ümumi orta ilə tam orta seçilir. Bundan sonra növbəti hissəyə basırıq və burada görünür. Bizim yazdığımız suallar burada görünür ki, bu formada gedəsi direktorun səhifəsinə və təsdiqlə yarat düyməsinə basırıq. Avtomatik burada yaradıldı. Yaradılanda artıq müəllif kimdir? Yəni kimin yaratdığı da qeyd olunur və direktor da bunu görür ki, hansı əməkdaş yaradıbdır. Əlaqə saxlayanda həmin əməkdaşla əlaqə saxlasın. Əlaqə saxlamaqla söz üzülü sayıb bir neçə dəfə belə müdaxilə etməli olacağam. Əlaqə saxlamaqdan söz düşmüşkən o sağ aşağıda bax nə var? Mesaj hissəsi var. Bir dənə də oranı sürətli göstər ki, hər bir məktəb rəhbəri WhatsApp kimi proqramın içindəki bir WhatsApp-da təsəvvür edin ki, buradan dərhal bizlə və yaxud da sektor hər hansı bir əməkdaşla mesajlaşa bilir. Məsəl üçün bugün göndərilibdir bu direktor tərəfindən. Qaşəhər 5 nömrəli tam orta məktəbi, ümumi təhsil məktəbinin direktor tərəfindən göndərilibdir və biz də ona uyğun oxuyub cavablandıracağıq ki, yəni WhatsApp kimi də belə deyək. Davam edək. Burada bunu yaratdıqdan sonra mütləq dərc et düyməsinə basmalıyıq. Buna basdıqdan sonra hər bir direktorun
səhifəsində bu tapşırıq görməsidir. Dərəcətə basdıqdan sonra. Və hər hansı bir direktorun mən səhifəsinə girəm. Baxın, anında yaratdığımız direktorun səhifəsində görünür. Üstünə basıram, ümumi təhsil müəssisəsinin utis kodu. Artıq direktor utis kodunu yazır, nədirsə. Sinifi yazır. Yəni 5-ci sinifdir, 6-cı sinifdir. Sonra monitoring aparılmışdır. Baxın, avtomatik çıxır. Bəli, xeyir. Burada seçimlər qoymuşdur. Hansı seçim istəsə onu seçir və təsdiq et düyməsinə basır. Təsdiq et düyməsinə basdıqdan sonra artıq gözləmə statusuna keçir direktorun səhifəsində. Onda gözləmə... Burada bir müdaxilə edeyim. Təsdiq et. Bunu artıq datanın sektor nümayəndəsi təsdiq edir. Həmin cədvəldəki bütün dataları region əməkdaşları da, region admin də təsdiq edə bilir. Bu ondan ötürü ki, təcili vəziyyətlərdə region əməkdaşı sektoru baxa bilməyəcək vəziyyətlərdə region əməkdaşı təsdiq edir. Amma həmişə buyurun. Burada təsdiq hissəsi var. Sektorlarda bu hissə görünür. Baxın, biz bir dənəsini təsdiq elədik deyə avtomatik bu hissəyə gəldi düşdü. Ki, bu məktəb bunu yazıbdır. Sektorda baxır. Bütün məlumatlar düzdürsə, təsdiqlə düyməsinə basır. Yox, hər hansı bir səhv varsa, bu zaman rədd et düyməsinə basaraq səbəbini yazır ki, filan yerdə filan səhv eləyibsiniz. Və buna basaraq geri qaytarır. Yəni təsdiqləmir, onu geri qaytarır. Yox, düzdürsə təsdiqləyir. Bu hissə isə qaralamaya qaytardı. Yəni qeyd yazmadan birbaşa direktorun səhifəsinə qaralama hissəsinə geri qaytarılır. Amma qeyd yazılan daha yaxşı olur ki, direktor səhvin harda olduğunu bilir. Və buradan təsdiqləndikdən sonra, məsələn, bütün məlumatlar düzdür. Mən təsdiqlədim məlumatı. Təsdiqlədim və getdi. Gəlir burada hazır hissəyə düşür. Hazır hissədə də oxu dəqiqələri. Baxın, təsdiqlənir. Gəlir hazır hissəyə düşən kimi, mən burada eksport eləyərək istədiyim datanı götürə bilirəm. Ekran paylaşımı eləyəndə təkcə brauzerin pəncərəsini seçmişsiniz deyə kompüterinizdə olan digər cədvəlləri görmürük biz. Yəni Excel cədvəlində toplanmış məlumatları Excel cədvəlində eksport eləyə bilirsiniz və Excel cədvəlində təhlil eləyə bilirsiniz, düzəliş eləyə bilirsiniz və yaxud da hara istəsəniz göndərə bilirsiniz. Nəticə etibarilə məktəbdən toplanmış data bizə Excel cədvəlində verir. Burada da istədiyimiz bir şeyi Excel'də. Yəni biz hər dəfə KSG-ləri, dərs dinləmələri, tanınmış şəxsiyyətlər, milli mənəvi dəyərlər, sağlamlıq təhlükəsizlik, yəni hər birisi ilə bağlı hesabatları buradan toplamışıq və sonra da eksport eləyərək kopyalayıb müddəanın cədvəlinə əlavə etmişik. Yəni bu bizim işimizi daha da asanlaşdırır. Statistikasına baxa bilirik, hansı məktəblər doldurmayıb, onlara baxa bilirik, doldurmayan məktəbləri qruplara paylaşırıq ki, filan məktəblər doldurmayıb, girin məlumatları toplayın. Yəni istənilən formada statistikasına, istənilən formada hesabatını biz buradan hazırlaya bilirik. Yetər ki, əlimizə data gəlsin. Yəni məktəb o datanı ora daxil etsin. Bəli, bu hissədən biz doldurmayanları eksport eləyə bilirik ki, bizim hansı məktəblərimiz doldurmayıbdır. Onu endirib artıq direktorlar qrupuna göndərə bilirik ki, bu məktəblər artıq doldurmayıbdır. Və yaxud rədd eləmişik biz ki, səhvdir. Rədd eləyənləri də atırıq ki, bu məktəblərinki rədd olunubdur, yenidən işləsinlər. Və yaxud artıq işiniz bitdi. Məsələn, bu tapşırıqla işiniz bitdi, istəmirsiniz ki, artıq hər hansı bir direktor nəsə qeyd eləyə bilsin. Bu zaman arxivləyə keçirirsiniz və həmin tapşırıq arxivdə qalır. Gəlirsiniz, bu arxiv hissədə qalır. İstəsəz, yəni arxivdən yenidən çıxara bilərsiniz. Amma yəni, işiniz bitibsə, arxiv hissəyə keçirə bilirsiniz. Yəni, tapşırıqlar hissəsi bizim işimizi çox asanlaşdırır. Yəni, biz uşaq inkişaf rifahı ilə bağlı bütün hesabatları burada işlədiyimiz üçün bizim çox az vaxtımızı alıb. Çünki hər ayın əvvəlində direktorlar qrupunda sadəcə bir qeyd yazırdıq ki, listə olan tapşırığı işləyək. Və onlar bu dinamik olduğu üçün, yəni sətir əlavə eləyib bu gün də işləyə bilərdilər və ya sabah bir tədbir keçiriblər, sabahki tədbirdə işləyə bilərdilər. Yəni, bu dinamik cədvəldir. Yəni, özləri sətir əlavə eləyib həmin tapşırığı işləyə bilirlər. Bu isə çox bizim işimizi asanlaşdırır. Yəni, istəmirsinizsə artıq silə də bilirsiniz ki, yəni, bu tapşırıq lazım deyil. Keçək resurslara. Keçirəm resurslar hissəsinə. Resurslar hissəsi linklər, toplu linklər, sənədlər, qovluqlar və hesabatlar hissəsindən ibarətdir. Linklər hissəsi odur ki, dediyimiz kimi hər bir əməkdaş onlayn cədvəllə işləyir. Və hər hansı bir əməkdaş işdən çıxsa və iş yerində isə, onun linkləri ilə onunla da bərabər gedir. Bəzən tapmaqda çətinlik çəkilir. Bu hissə onun üçündür ki, bütün linklər bir hissədə toplansın və yəni idarə tərəf artıq bir bazada toplansın. Mən burada yeni bir link yaratmaq istəyirəm. Məsəl üçün, vakansiya məşğulluq cədvəlimizi istəyirəm ki, idarə tərəfindən, yəni rəhbərlik də görsün, hər kəs də görsün ki, və orada qalsın. Linki kopyalayıram. Yeni link. Yeni linkdə artıq yazıram vakansiya məşğulluq. Linki bura kopyalayıram. Burada müəssisələr hissəsindən
müəssisələr görsünmü? Yəni görməsini istəyirsinizsə buradan seçirsiniz, yox istəmirsiniz sadəcə idarə görsün istəyirsinizsə artıq istifadəçilər hissəsinə gəlirsiniz. Burada hər kəsin görməsini istəyirsinizsə hamını seçirsiniz, yox istəmirsinizsə sadəcə region adminlərinin görməsini istəyirsinizsə və yaxud regional operatorların görməsini istəyirsinizsə, yəni kimin görməsini istəyirsinizsə həmin şəxsləri seçirsiniz burada və növbəti hissəyə basırsınız. Növbəti hissəyə basandan sonra da bitmə tarixini qeyd edə bilərsiniz, boş da qoya bilərsiniz. Yarat düyməsinə basdıqdan sonra link burada yaradılır. Vakansiya məşğulluq və bunu kimi seçsəz, məsəl üçün RT müdirini, müdir müavinini, sektor müdirlərini, yəni kimi seçsəz, onların RT səhifəsində bu görünəsidir və artıq burada aç hissəsinə basdıqda avtomatik sizin həmin onlayn cədvəliniz görünəsidir. Yəni siz nə dəyişiklik etsəz, artıq burada da o dəyişikliklər olunur və yəni bu qalır. Yəni bir baza kimi burada qalır. Qovluqlar hissəsində. Bəli. Sonra qovluqlar hissəsi. Qovluqlar hissəsi odur ki, bəzən məktəblərdən biz sənədlər toplayırıq. Məktəblər sektorlara gətirir, sektorlar bizə göndərinə müəyyən bir vaxt itir. Bu hissə ondan ötürüdür ki, hər hansı bir sənədi toplayanda, məsəl üçün dərs dinləmələrin illik kökün hesabatı və yaxud tədrisin keyfiyyəti ilə bağlı hesabatlar biz istəmişik avqustun 31-nə və vaxt da qoymuşuq ki, avqustun 31-nə qədər bütün məktəblər tədrisin keyfiyyəti ilə bağlı hesabatları yükləsinlər. Qovluq yaratmışıq. Yəni yeni qovluq yaratmaq hissəsinə yenə eyni qayda ilə adını qeyd edirik. Yəni müəssisələrin hər biri görsünsə, hamısını seçirik ki, müəssisələr görsün və istifadəçilərdən də bizdə olan istifadəçilərdən, RT-də olan istifadəçilərdən kim görsün, yəni ona basırıq və qovluğu yaradırıq. Qovluğu yaratdıqdan sonra burada hər bir direktor girib öz belə deyək sənədini bura yükləyə bilir. Burada da mən baxıram ki, özüm nəzarət edə bilirəm ki, hansı müəssisə nə yükləyibdir. Üstünə basaraq mən bunu endirib artıq içinə baxa bilirəm ki, hansı müəssisə nə yükləyibdir. Bütün müəssisələrin göndərdikləri burada qeyd olunur. Yəni bu PowerPoint də ola bilər, Word də ola bilər, PDF də ola bilər. Yəni bütün sənədlər bu hissədə toplanılır. Bu məktəblər yükləyən PDF-ləri, cədvəlləri, Word, ümumiyyətlə sənəd fayllarını heç birisini başqa məktəb görə bilmir. Bu sektorun fayllarını başqa sektor görə bilmir. Bu regional idarənin fayllarını, cədvəllərini ümumiyyətlə heç bir datasını başqa region görə bilmir. Yəni hər məlumatı ancaq onadır. Yəni iyerarxik olaraq məsəl üçün bizim regionun məktəblərinin məlumatını bizim regional idarə hamısını görə bilir. Amma rayonlarımız, bir rayonumuz o birisi rayonun datasını görə bilmir. Bir məktəb o birisi məktəbin datasını görə bilmir burada. Hətta linklər olan hissədə də sizin yaratdığınızı digər əməkdaş dəyişə bilmir. Məsəl üçün mənim yaratdığımda sadəcə mən redaktə edə bilirəm. Bunu almış mənim yaratdıqda artıq məndə həmin düymə aktiv deyil. Yəni hər əməkdaş nəyi yaradırsa redaktə etmə düyməsi də onda olur. Keçək davamiyyət. Bir dənə hesabatlar hissəsini deyim. Hesabatlar hissəsi isə hər bir əməkdaşın il ərzində işlədiyi hesabatların qovluqları toplanmasıdır. Yəni daha çox rəhbərliyin bunu görməsi üçün. Mən indi özümə yaratmışam, ona görə bu hissə məndə hal-hazırda deaktivdir, yəni yaratdığım üçün. İçində hər bir qovluğun içində də yeni qovluq yarada bilərsiniz ki, aylar üzrə. Məsəl üçün mən fəaliyyət plan illər üzrə hesabatlarını yaratmışam, illər üzrə bölmüşəm. Hər birisinin içində də hesabatları, yəni PDF formasında, Word formasında və yaxud PowerPoint formasında bura yükləyə bilirsiniz. Yəni bu sizin şəxsi hesabatınızdır. Yəni bunu da yalnız siz görə bilirsiniz və siz kimə icazə verirsinizsə, yəni rəhbərlikdən o görə bilir hesabatlar hissəsini. Gəldiyim hansı hissəyədir Zabit müəllim? Davamiyyət, qiymətləndirmə. Sürətləndirək biraz da. Monitoring hissəsinin üstündən qısaca keçmək istəyirəm. Monitoring müəssisələrə getdiyimiz monitoringlərin burada qeydiyyatına aparılmasıdır. Ki, yeni monitoring əlavə edirik, hansı müəssisəyə gedirdir, müəssisənin adı buradan seçilir, müəssisənin rəhbəri kimdir, ad soyad yazılır, məsul əməkdaşlar, yəni monitorinqə gedən əməkdaşlar kimdir, onlar qeyd olunur, monitorinqin tarixi, yəni hansı tarixdə gedilibdir, o qeyd olunur, monitorinqin növü də qəfil yoxlamadır, təkrar yoxlamadır, planlaşdırılmış yoxlamadır, hansısa o qeyd olunur, aşkar edilmiş nöqsanlar, artıq qısaca hansı nöqsanlar aşkar edilibdir, bunu rəhbərliyin görməsi üçün, yəni qeyd üçün yazılır, yoxlama sahələri də buradan yazılır ki, hansı sahə yoxlanılıbdır. Yaxşıdır, kafidir, qeyri-kafidir, tətbiq olunan sənədiyyat akt oldu, izahat oldu və digər, yəni nədirsə onu seçim edirsiniz. Görülmüş tədbirdir, hansı tədbir görülübdür, əmrin nömrəsi nədir, kimlərə tədbir görüldü, direktora, direktor müavininə, yəni kimdirsə onları qeyd edib, yadda saxla düyməsinə basaraq artıq monitorinqlə bağlı bütün belə deyək, qeydlər bu hissədə toplanılır. Toplanandan sonra da artıq burada Excel-dən siz Excel-i endirib baxa bilərsiniz. Bu hissəni də keçirəm davamiyyət hissəsinə. Davamiyyət hissəsi bizim işimizi ən asanlaşdıran hissədir, bunu deyərdim və çox faydalı bir hissədir. Biz artıq burada bütün məktəblərin davamiyyətinə anında baxa bilirik, hər gün baxa bilirik və hansı məktəblər doldurmayıbdır, onlara baxa bilirik. Hər məktəbin reytingi çıxır, hansı məktəblər birinci yerdədir, hansı məktəblər ikinci yerdədir reytinginə görə. Burada müəssisələr qeyd olunubdur. Burada artıq günlük mən davamiyyəti endirə bilərəm, həftəlik endirə bilərəm, aylıq endirə bilərəm. Aylıq da burada
tədris elə, məsəl üçün 25-26 seçsəm, artıq aylar burada aktiv olur. Yəni hansı ay istəsəm davamiyyətini endirə bilirəm. Excel formasında endirə bilirəm. Və yaxud xüsusi istəyirəm ki, bir 10 günün davamiyyəti. Artıq buradan tarix seçirəm ki, məsələn aprelin 1-dən aprelin 10-na qədər olan tarixi və ya 15-nə qədər olan tarixi mənə göstərsin. Artıq burada neçə məktəbdir, gələn şagird nə qədərdir, davamiyyət faizi nə qədərdir, neçəsi məktəbli formasındadır. Hər biri ilə bağlı məlumatlar avtomatik çıxır. Və davamiyyət göndərməyən məktəblər. Yəni bu hissədə hansı məktəb davamiyyət göndərməyibdir, o qeyd olunur. Burada da hər bir məktəbin şagird sayı, yəni neçə şagirdin neçəsi gəlibdir, orta davamiyyət nə qədərdir, məktəbli forması nə qədərdir, hesabatın hansı tarixdə göndərilibdir. Yəni onunla bağlı bütün məlumatlar çıxır və istədiyimiz məktəbi də, yəni burada filtr verib istədiyimiz məktəbə fərdi baxa bilirik. Üstünə basdıqda hər bir sinif üzrə neçə şagird gəlibdir, davamiyyət faizi nə qədərdir, məktəbli formasının faizi nə qədərdir qeyd olunur. Yəni hər bir məktəbin hər bir sinifi üzrə. Məktəb doldurmayanlar hissəsində burada artıq hansı məktəblər neçə gün doldurmayıbdır. Bunun qeydi çıxır. Məsələn 10 gündən bir gününü doldurmayıbdır və yaxud neçə gündürsə onu doldurmayıbdırsa burada çıxır və biz bunu eksport edərək yenə direktorlar qrupuna göndəririk ki, bu məktəblər doldurmayıbdır. Məktəbə Burada qədər sinif məktəb üzrə olan hissə var. Sinif məktəb olan hissədə burada istədiyimiz məktəbi seçərək həmin məktəbin burada da tarixi, yəni günü seçə bilərik və yaxud həftə seçə bilərik, həftəliyini göstərsin, aylıq göstərsin, bir aylıq göstərsin. Yəni hansı ay istəyiriksə həmin ayın seçirik ki, məsələn Mollalı məktəbində şagird sayı nə qədər olubdur, davamiyyət nə qədər olubdur, aprel ayı ərzində hər birisini burada görünür. Yəni məktəbə qədərləri də göstərin buradan. Göstərəcəm indi. Sinif statistikasında da bu, yəni ümumi region üzrə məktəbə hazırlıqdan 11-ci sinifə qədər bütün siniflərin şagird sayı, davamiyyəti, məktəbli forması hər birisi görünür. Məktəb sinif patrisi isə müftə tərəfindən bizdən istənilən hər ay demək olar ki, istənilən cədvəl bu idi ki, hər bir məktəb və məktəbə hazırlıqdan 11-ci sinifə qədər bütün məktəblərin davamiyyəti görünsün faizinə. Bu da eyni qayda ilə, yəni məktəblər işlədikdə burada avtomatik o formalaşır və eksport edərək də buradan biz onu, burada necə görünürsə, eyni qaydada eksport olunur. Gəlirik məktəbə qədər hissəyə, mən məktəbə qədər hissəsini digər hesabdan eləyim, məndə görünmür çünki. Gəldik məktəbə qədər hissə. Məktəbə qədər hissədə eyni qayda ilə. Burada müəssisə sayı, uşaq sayı, iştirak edən şagird uşaq sayı hər birisi görünür. Və ən aşağı davamiyyəti olan bağçalar, ən yüksək davamiyyəti olan bağçalar hər birisini avtomatik olaraq çıxarır. Bağçalar şəkil sayı da yazırlar, qrupları da yazırlar, qrupdakı uşaqların sayını, dərsdə iştirak edən, həmin gün iştirak edən uşaqların sayını da yazırlar və hər şəkil də yükləyə bilirlər, səhər, günorta, axşam. Bəli. Və səhər doldurmayan müəssisələr avtomatik çıxır, günorta doldurmayan, axşam doldurmayan müəssisələrin avtomatik olaraq hesabatı çıxır. Və burada da yenə aylar üzrə bunu seçmək mümkündür. Xüsusi olaraq da, yəni hər hansı aralığı istəsəz, onu seçə bilirsiniz. Qiymətləndirməyə də keçək. Keçdik qiymətləndirmə hissəsinə. Qiymətləndirmə hissəsi bizim təhlil etməyimiz üçün hər hansısa bir illər ərzində olan fərqi təhlil etməyimiz üçün ən yaxşı yer deyərdim ki, buradır. Biz həm BSG nəticələrini, bilirsiniz ki, tədrisin keyfiyyəti ilə bağlı fəaliyyət planında BSG nəticələri, illik qiymətləri bizdən tələb olunurdu. Biz artıq asanlıqla bu hissədə, qiymətləndirmə hissəsində bu nəticələri burada topladıq. Bütün şagirdlərin məlumatları, sadəcə adlı siyahısı, belə deyək də, məktəblər adlı siyahısı bura əlavə olundu. Məsəl üçün, qiymətləndirmə BSG illik 4-cü sinif bura əlavə olundu və hər bir direktor girib şagirdlərin qiymətlərini, mən direktor səhifəsində də göstərəcəm necə yazıblar deyə. Qiymətlərini yazdıqdan sonra avtomatik bizdə burada toplanırdı. Və biz burada eksport edərək istədiyimiz məlumatı, məsəl üçün, buradan istəyirik ki, nələr görünsün, məktəb görünsün, UTIS kodu görünsün, sinif görünsün, BSG 2 görünsün, BSG 1 görünsün, nəyi görməyimizi istəyiriksə, buradan Excel-i yükləyirdik. Və Excel-i yükləyib artıq müftənin bizə göndərdiyi cədvələ kopyalayıb atırdıq. Və yaxud əlimizdə var 24-25-in, 25-26-nın monitoring nəticələri, buraxılış nəticələri. Bunların hər birini ayrı-ayrıqda bura yükləyib, biz artıq trend hissəsində bunların müqayisəsinə baxa bilirik. Məsəl üçün, mən buradan seçirəm tədris ili. 25-26, qiymətləndirmə buraxılış, sinif 9. Artıq mənə avtomatik məktəb sayını, şagird sayını, orta balımı verir region üzrə, 30%-dən aşağı nəticə göstərəndən faizini, 80%-dən yuxarı nəticə göstərəndən faizini, hər birini, hətta bütün məktəblərin region üzrə yerini, sektor üzrə yerini, orta balını, hər bir məktəbin orta balını çıxarır. 80%-dən yuxarı nəticə göstərəndən faizini çıxarır, 30%-dən aşağı nəticə göstərəndən faizini çıxarır və hətta mən bunu eksport eləyirəm, mənim əlimdə artıq bir data yaranır. Buradan mən irəliləyən məktəblərdə baxa bilirəm, neçə məktəb keçən ilə görə irəliləyibdir, neçə məktəbim keçən ilə görə geriləyibdir. Bunların da hər birini eksport eləyə bilirəm. Bundan sonra nəticə analizi var. Nəticə analizində artıq hər fənn üzrə mən orta balları görə bilirəm, yenə faizləri görə bilirəm.
hər birinin, yəni 2 alanlar neçə faizdir, 3 alanlar neçə faizdir, 4 alanlar, 5 alanlar, hər birinin artıq mənə təhlilini verir. Gəlirəm müqayisə hissəsinə. Müqayisə hissəsində mən buradan ili seçməsəm, avtomatik mənə burada 24-25 və 25-26, çünki mən 2 dənə Excel yükləmişəm. 24-25-i və 25-26-nı bazaya. O mənə avtomatik hər birinin orta balını, 30-60% nəticə göstərənlər, 60-80%, 80%-dən yuxarı hər biri ilə bağlı mənə həm say, həm faiz verir ki, necədir? Və mən bunu hər biri ilə bağlı artıq təhlil əlimdə olur. Buradan təhlil seçsəm isə artıq sadəcə mənə bir ilin məlumatlarını verir. Parametrlər hissəsindən də mən hansı dataların görünməsini istəyirəmsə onu seçə bilirəm. Yəni istəyirəm ki 80% görünməsin, o avtomatik çıxır. İndi dərs yükü və vakansiyaları da keçək mənim. Bir dənə bu hissələri qeyd edeyim. Burada hədəfləri dərin təhlil edir. Yəni hər biri ilə bağlı bizə ətraflı məlumat verə bilir. Reytingini də çıxara bilir ki, hər məktəbin reytingi nə qədərdir. Yəni bizim burada belə bir cədvəlimiz var idi ki, məsəl üçün 4 məktəbimiz bizim 230-239 bal arası olan hissədədir və üstünə basanda hər məktəbin məlumatları görünür. Və mənə gələn il üçün artıq hədəf də qoyur ki, 3A-da olan məktəb gələn il üçün hədəfi 2C-yə qoyur. Gəlirəm dərs yükü vakansiya. Dərs yükü vakansiyanı ikinci iş yerlərini buradan göstərirəm. Amma dərs yükləri necə qeyd olunur, onu direktorun səhifəsindən göstərəcəm. Ola bilir ki, hər bir regional təhsil idarəsinə və ya sektorlara ikinci iş yeri üzrə müraciətlər gəlir ki, ikinci iş yeri üzrə çalışmaq istəyirəm. Bunun qeydiyyatının aparılması üçündür bu isə. Hər hansısa bir müəllim gəldi. Burada yeni müraciət hissəsinə daxil oluruq. Müəllimin UTIS kodunu yazırıq və FIN kodunu yazırıq. Ola bilər ki, sistemə bütün müəllimlər əlavə edilibdir. Yəni bizdə bütün müəllimlər sistemə əlavə edildiyi üçün mən müəllimin UTIS kodunu və ya FIN kodunu yazan kimi, axtara basan kimi mənim müəllimin məlumatları burada çıxır. Ad, soyadı, məktəbi, işlədiyi məktəb avtomatik çıxır. Ola bilər ki, yeni gəlibdir müəllim, sistemdə hələ yoxdur. Bu zaman UTIS kodunu yazıram, FIN kodunu əllə daxil edirəm. Digər məlumatlarını da başlayıram əllə daxil eləməyə. Əsas iş yerini yazıram, hansı məktəbdir, tədris etdiyi fənni yazıram, hansı fəndir, balı, neçə baldır, ümumi balı, onu qeyd edirəm, ixtisas balı nə qədərdir, onu qeyd edirəm. Dərs yükü, yəni məktəbdəki dərs yükü neçə saatdırsa, onu qeyd edirəm. Diplom üzrə ixtisası nədirsə, onu qeyd edirəm. Ola bilər ki, müəllim müraciət edir ki, mənə bu məktəblər yaxındır və bu məktəblərin hər hansısa birində iş olsa, yəni istəyərəm. Ona görə biz bura çoxlu seçim qoymuşuq. Yəni bir neçə məktəbə əlavə edə bilərik ki, müəllim bu məktəbləri istəyir. Və yaxud bir məktəbə getmək istəyirsə, bir məktəb burada qeyd olunur. Daha sonra istədiyi dərs saatı. Ola bilər ki, müəllim gəlib müraciət edir. Sonra biz də ona təklif edirik ki, bu yerdə 5 saat dərs var. Müəllim deyir ki, yox, istəmirəm, bu 5 saat azdır. Ona görə biz əvvəlcədən müəllimin istədiyi dərs saatını da soruşuruq ki, neçə saatdan yuxarı olsa siz gedə bilərsiniz. Məsəl üçün deyir ki, 8 saatdan yuxarı olsa mən gedərəm də həmin məktəbə. Onu qeyd edirik, əlaqə nömrəsini qeyd edirik, yaşayış ünvanını qeyd edib, müəllimin məlumatlarını yadda saxlayırıq. Mən təxmini bir nələr elədiyim üçün Yazma. O dərs planının məktəb tərəfini nəyinə göstər. Yəni burada yadda saxlayanda artıq avtomatik bu hissəyə gəlib düşür. Yəni nəticə itibarilə bu ikinci iş yerləri üçün artıq cədvəli buradan məlumatları buradan toplayır. Hətta müəllimə tutalım ki, bu müəllimdir. Bu müəllimi siz göndərmək istəyirsiniz, bu məktəbə. Onda göndər hissəsinə basdıqda avtomatik ikinci iş yerinin göndərilən hissəsində həmin müəllimin məlumatları əks olunacaq. Yəni buradan artıq basırsınız. Ola bilər ki, məsəl üçün burada yazılıbdır ki, müəllimin dərs saatını sektora yaxınlaşanda, sektor soruşanda 10 saat yazılıbdır. Amma dərs bölgüsü avtomatik, məsəl üçün həmin məktəb, əsas iş yerində çalışdığı məktəb dərs bölgüsünü eləyibsə, baxın 14 saat vakansiya tapıldı. 14 saat yəni yazıbdır onun üçün. Yəni o da görünür. Sonra bu hissəni keçirəm və dərs bölgüsü olan hissəyə bir direktorun adından daxil olaq. Region admin tərəfi. Gəldik, məsəl üçün, Qəbələ Mirzəbəyli məktəbinə. Gəlirəm dərs yükü vakansiya hissəsinə. Bu hissədə yığım cədvəli olan hissə var. Yığım cədvəli olan hissəyə toxunmuruq. Niyə? Çünki sən vakansiyalı olan hissədə hissəni işlədikdən sonra yığım cədvəli avtomatik özü formalaşacaq. Sən vakansiyalı olan hissədə mən gəlirəm, hər bir fənni burada seçirəm. Məsəl üçün, seçirəm burada Azərbaycan dili. Burada seçilibdə Azərbaycan dili. Hər sinifdə neçə saat tədris olunursa, 1-dən 11-ə qədər. Burada o datalar yazılır ki, hər sinifdə neçə saat tədris olunur. Və sonunda cəm çıxır. Və digər fənləri də eyni qayda ilə yazıram. Yəni, hər bir fənn, Azərbaycan tarixi əlavə edirəm. Hər sinifdə neçə saatdırsa, mən onu burada qeyd edirəm və avtomatik mənə burada cəmi çıxarır.
Bütün fənləri əlavə edəndən sonra zaten yığım cədvəlində o görünür ki, mən məsəl üçün bunları əlavə eləmişəm. Hə, burada avtomatik saatlarım görünür. Yığım cədvəli formalaşır. Mən bu yığım cədvəlini eksport edə bilirəm. Fən vakansiyalara mən bunları əlavə etdikdən sonra, bütün fənləri əlavə etdikdən sonra, bütün fənləri əlavə edəndən sonra gəlirəm sinif tədris planına. Sinif tədris planında mən hansı sinifi əlavə eləmişdimsə, indi mən 5 aya əlavə eləmişdim də, burada görünür. Gəlirəm tədris planına. Hər bir sinifdə gəlir direktor tədris planına. Tədris planına gələndən sonra yeni fən əlavə et var. Bir saniyə, bir dənə fən əlavə eləyək, normal. Onun üstündən gedək. Məsəl üçün, Azərbaycan tarixi mən əlavə eləyim. 3 saat, 2 saat, məsələn 2 saat, 8-ci sinif. Bir dənə də əlavə eləyim, coğrafiya. Məsəl üçün 8-ci sinif 2 saat. Gəlirəm tədris planına. Buradan 8-ci sinifə gəlirəm. Və tədris... Ekran paylaşımı bağlandı. Yaxşı, Zülfiyə xanım, ekran paylaşımı düzələnə qədər mən o bir çox informasiyaları deyim. Bax, gördüyünüz sonuncu isə tədris planı. Məktəblərdəki dərs planlarını, məktəbdəki cədvəli formalaşdırmaq üçün idi. Yəni, OŞ və yaxud da digər dərsə aid cədvəllər. Bu bir proqram var idi. Biz onu artıq orada hazırlayırıq. Demək olar ki, yekunlaşdırmaq üzrəyik. Yəni, bir çox hissələri hazırdır. Bir proqram var idi, dərs cədvəli hazırlayırdı. Məktəb müavinləri sürüşdürüb buraxırdı və həmin cədvəl formalaşırdı. Bu məlumatları əlavə edəndən sonra dərs cədvəli hazırlama hissəsi də orada hazır olacaq. Və bu sənədləri buradan dərs cədvəli hazır olandan sonra məktəb özü də çap eləyib, özündə saxlaya biləcək və yaxud da bizə göndərə biləcək. Böyük ehtimal ki, Zülfiyə xanımın interneti kəsildi. Ona görə mən burada bir şey göstərim Zülfiyə xanım gələnə kimi. Zülfiyə xanım gələnə kimi mən bir şey göstərim. Deməli, ekran paylaşımı böyük ehtimal ki, görünür. Mən öz hesabımdan və burada istifadəçilər şəkil də yükləyə bilirlər. Öz hesabımdan çıxıram. Region. Burada rollar var. Rollardan da danışım biraz. Region admin rolu, bir dənə paylaşımı bağlayayım. Region admin rolu idarənin sektor müdürlərinədir. İnzibati sektorun müdürü region admindir. Bütün səlahiyyətlər onda var. İstifadəçi yaratmaq, silmək səlahiyyətindən tutmuş bütün səlahiyyətlər onda var. Region operator departamentlərə, inzibati, tədrisin keyfiyyəti, maliyyə, təsərrüfat departamentlərə təyin olunmuş region operatorlardır. Maliyyənin region operatoru icazə verilmədiyi müddətcə TKS-in sənədlərini görə bilmir. Amma region adminlər görür. Region adminlərin də bir-birlərinə icazə verib vermədiyi şeylər var. Sonra onlardan aşağı gəlir sektor adminlər. Sektor admin sektorun müdürləridir. Rayon sektor müdürləridir. Sektor operatorlar sektorlarda çalışan əməkdaşlardır. Onların hər birisinin özlərinə görə səlahiyyətlər var. Bir də məktəb adminlər, müəllimlər. Məktəb adminlər məktəbə aid bütün səlahiyyətlərə aiddir, bir də əlavə olaraq müəllimlərdir. İndi təzədən ekran paylaşımı eləyirəm. Bu hissəni də götürün, mən göstərim mən sizə. Deməli, burada bizim reyting paneli var. Reyting panelində bax sektor reytingləri var, direktor reytingləri var, müəllim reytingləri var. İndi o hissəsini də hazırlayacaq ki, müəllimlər girib ora öz sertifikatlarını, ballarını dəqiq yazacaqlar və orada onların reytingləri görüləcək. Direktor reytinglərində isə bizim regionda olan, mən indi bizim regionun admini üçün girdiyim üçün, bütün region direktorların, məktəb direktorların burada reytingi var. Reyting burada necə formalaşır? Bir manual əlavə eləyən yer var. Məlumatı əllə əlavə eləyirik. Məsəl üçün bu direktoru seçdik. Bax, burada əllə əlavə eləyə bilirik. Müsbət və yaxud da mənfi kateqoriya bura seçə bilirik. Bir də avtomatik proqramda sorğuları, cədvəlləri tez vaxtında dolduran, xətasız dolduran direktorlar üçün müsbət 1 gəlir. Geri dönüş olan, xəta ilə doldurulan məlumatları minus 1 gəlir. Ona görə direktor. Bunu da bəzən direktorlar qrupunda paylaşırıq. O da direktorlar üçün əlavə stimul olur. Sonra burada maliyyəyə aid hissə var. Gördüyünüz kimi maliyyə bir çox məktəblərdən, o sektorlarda olan maliyyə idarələrinə direktorlar əllərində hər dəfə bir kağız götürüb gedirlər ki, ora nəsə təsdiqlətməyə, nəsə göstərməyə. Onu artıq aradan götürmək üçün belə bir yer düzəltmişik ki, məktəb məlumatları buradan daxil eləyir. Sektorda oturan maliyyə əməkdaşı, maliyyənin baş məsləhətçisi oradan təsdiq eləyir və maliyyə buradan həmin sənədləri toplayır.
Sonra texniki pasport. Ən vacib hissələrdən birisi məktəbin texniki pasportudur. Deyək ki, burada məktəbin texniki pasportuna aid hər bir şey burada öz əksini tapacaqdır. Təmirlə əlaqəli, bina tipi, təmirə ehtiyacı varmı, müxtəlif şeylər burada olacaq. Və burada idarəetmə panelində, bax, AI analiz var, süni analiz. Süni zəka analizi. Buradan siz burada olan cədvəllər, sizə aid olan cədvəllərin siyahısı burada görünür və bura süni zəkaya yazacaqsınız, promptu yazacaqsınız ki, filan deyək ki, nə bilim, STEM olan məktəblər, STEM müəllimlərinin siyahısını ver. Yaxud da 40 yaşı keçmiş STEM müəllimlərinin siyahısını ver. Yəni o gedib databazada olan bütün dataları analiz edib oradan sizin üçün məlumat gətirib verəcəkdir. Yəni o da bu ayın sonuna və yaxud da sentyabra böyük ehtimal bunu daha tezləşdirəcək. Ayın sonuna etmək imkanımız var. Yəni ona kimi hazır olacaqdır. Ümumi məlumatlar bu qədər. YouTube kanalımız var. YouTube kanalında hissə hazır olan hissələri çəkib deyirik. Proqram hazırlananda maksimum dərəcədə çalışmışıq ki, informasiya təhlükəsizliyi birinci amildir, ikinci amil konfidensiallıqdır. Direktorlar bir-birlərinin informasiyalarını görməməkdir. Biz paylaşmadıqca üçüncü ən vacib amil mümkün qədər istifadə edən adamın üçün sadə olsun. Yəni direktor orada maksimum sadə olsun, informativ olsun. Hər tərəfi informasiya ilə olsun ki, o asanlıqla nə yazmaq lazım olduğunu asanlıqla bilsin ora. Və deyəcəklərimiz bizim bu qədər, çıxışımız bu qədər. Əlavə suallar varsa mən suallara cavablandırmağa hazıram. Böyük ehtimal ki, müəyyən bir suallar doğurur özlüyündə. Mən yekunlaşdırdım Zülfiyə xanım, siz gecikdiniz. Yox. Suallarınız varsa sualları cavablandıraq. Elə təlimin müddəti 1 saat demişdik, elə 1 saata yekunlaşdırırıq. Suallar yoxdursa, hər birinizə diqqətlə dinlədiyiniz üçün təşəkkür edirəm. Gələn görüşlərə dək deyim. Sualları alın birinci. Yoxdur ki. Cavid müəllim, buyurun. Salam müəllim. Hörmətli yoldaşlar, xoş gördük. Sağ olun, yaxşı olasınız. Kamran müəllim, Zülfiyə xanım, salamlayıram sizləri də digər yoldaşlar. Əslində bugün bizim çox ehtiyacımız olan, işimizə yarayan bir sistemdir, amma təbii ki buna keçid bizim üçün bir qədər çətin olacaq. Çətinlik də nədən ibarətdir? Yəni bu bir saatlıq təlim yəqin ki bizim üçün kifayət edəməyəcək. Biz sizi bu sistemə keçiriksə narahat edəcək, əlavə suallar yaradanda müraciət edəcək. Təşəkkür eləmək istədim, çox sağ olun. Təşəkkür. Sağ olun, minnətdaram mən də sizə. Başqa sual olan yoxdursa, ümid eləyirəm. Yəni, nə zaman sualınız olsa, WhatsApp nömrəmə, hesabıma yaza bilərsiniz. Kamran müəllim, buyurun. Necəsiniz? Hörmətli Abid müəllim, Cavid müəllim, digər həmkarlarımız, mən də sizləri hər birinizi salamlayıram. Abid müəllim, sizə və xüsusi olaraq sizin komandaya belə işinizi asanlaşdırmaq üçün gözəl platformaya görə xüsusi təşəkkürümü bildirirəm. Direktor işlərində də, yəni o platformada biz direktor kimi bu məsələyə baxırdıq. Sadəcə bir-iki dənə təklifim var. Vətəndaş müraciəti bu platformada nəzərdə tutulub. Vətəndaş müraciəti ilə də bağlı hər hansı bir modul olmuş olsaydı, bu direktor olaraq direktordan, sektor olaraq sektordan, yəni biz də onu bir vahid bir sistemdə müraciətlərə nə dərəcədə cavab verilir, bilinir. Yəni bununla da bağlı orada bir modul olmuş olsaydı, minnətdarlığımızı bildirərdik. Yəni gələcək üçün. Aydındır. Mənim başqa bir sualım yoxdur. Təşəkkür edirəm. Mən sualınıza cavab olaraq belə deyim ki, vətəndaş, biz də fikirləşdirik vətəndaş qəbulu ilə bağlı orada nəsə yaratmaq, amma sonra belə düşündük ki, orada dinamik cədvəl yaratmaq daha rahat olacaq ki, vətəndaş qəbulu ilə bağlı bir dənə dinamik cədvəl yaradaq və o cədvəli daima aktiv saxlayırıq. Elə bir ki, vətəndaş gəldikcə girir, direktor həmin cədvəli yazır. Biz də cədvəli istənilən zaman, deyək ki, ayın 28 oldu, lazım oldu hesabat, cədvəli eksport edirik, ayın 28-də kimi olan bütün müraciətlər oradan çıxır. Yəni bu formada nəyilədik, qərara gəldik ki, axırda indi gələcəyə baxarıq. Əgər daha çox funksionallıq varsa, daha çox ehtiyac varsa, yaradarıq onda, problem yoxdur. Yəni biz yeni modul yaratmaq, maksimum dərəcədə biz çalışırıq səhifələri oradan az tutaq ki, direktor oraya girəndə neynəməsin, çoxlu səhifə görüb azmasın. Yəni 3 dənə, 5 dənə səhifə olsun, çox sadə olsun. Yəni bu bizim bayaq saydığımız əsas şərtlərdən birisi o idi ki, mümkün qədər direktor üçün sadə olsun. Yəni yoxsa o biz proqramlar kimi neynəyəcəklər, atacaqlar bir qırağa. Bu qədər. Başqa sual yoxdursa, hər birinizə iştirak etdiyiniz üçün təşəkkür edirəm. Fəaliyyətinizdə və tətil istirahətlərinizdə uğurlar arzulayıram.